أعوذ بالله من اللعين الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد والثناء لله رب العالمين والصلاة والسلام على محمد وآله الطيبين الطاهرين واللعنة الدائمة على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي أما بعد قال الله تعالى في كتابه الكريم بسم الله الرحمن الرحيم واعتصموا بحبل الله جميعا ولا تفرقوا صدق الله العلي العظيم وصدق وبلغ رسوله Nebiyyun Kerim. Peygamber ve Ali Peygamber'e salavat hediye eyle. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bugünkü mövzumuz inşallah vəhdət barəsində olacaq. Allah-u Müteal Quran-ı Kərimdə bir neçə ayələrdə həm ümumən insanların, xüsusən iman əhlinin, müsəlmanlardan da əgər əxəs demiş olsaq, möminlərin birliyinə, vəhdətinə daim işarə eləyir. Quran-ı Kərimdə Allah-u Müteal Ali İmran surəsinin ayəsində buyurur ki, وَاعْتَسِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا Hamılıqla Allahın möhkəm ipindən yapışın. وَلَا تَفَرَّقُوا Firqələrə bölünməyin, parçalanmayın. Başqa bir ayədə buyurur, Ənfal surəsinin ayəsində وَلَا تَنَازَعُوا فَتَفْشَلُوا وَتَذْهَبَ رِيحُكُمْ Bir-birinizlə çəkişməyin, bir-birinizlə mübarizə aparmayın, parçalanmayın ki, bu sizin zəifləməyinizə, qüdrətinizin, gücünüzün əldən getməyinə səbəb olar. Hər bir cəmiyyətin, hər bir toplumun ayaq üstə qala bilməyi üçün gərəkli olan amillərdən biri, orada yaşayan insanların düşüncələrinin, əməllərinin bir nöqtəyə vurmağıdır. Onların zövqlərinin bir nöqtəyə vurmağıdır. O yerdə hər hansısa bir məqsəd, ictimai məqsəd həyata keçir ki, o toplum, o cəmiyyət müvəffəq olur ki, onun insanları, o cəmiyyəti təşkil edən fərdlər hər biri bir hədəf uğrunda öz öhdəliyini yerinə yetirir. Hərənin bir öhdəliyi olacaq da bir məqsədə çatmaq üçün. Amma istənilən bir toplumda xaos hökm sürsə, anarxiya, özbaşınalıq hökm sürsə, hamı öz həva-həvəsinin dalıyca getsə, hamı hər şeyi bəhanə eləyib insanlardan üz döndərsə, orada müvəffəqiyyət əldə eləmək mümkün deyil. Geci tezi həmin yeri parçalayacaqlar. Geci tezi zillət o toplumun üzərinə çökəcək. Niyə? Birlik qüdrət rəmzidir. Birlik güc rəmzidir. Ta qədim zamanlardan nəinki ağıllı, şuurlu insan, bəzi canlılar belə birlikdə yaşamı özləri üçün önəmli biliblər. Yəni Allah bəzi heyvanların belə fitrətinə, daxilinə birlikdə yaşamağı, indi onlar üçün sürü kimi yaşamağı sanki onların daxilində. Bəzi heyvanlar var ki, məsələn, onlar sürü ilə yaşayarlar, həyatlarını sürü ilə bir növ desək keçirərlər. Niyə? Hər bir fərdin orada özünə görə oynadığı bir rol var. İndi bugünkü insan olmamış olsa da, tarixin müəyyən kəsimlərində hələ əqilli, şuurlu, bizim surətimizdə olan insan olmasa da, hətta
ən qədim zamanlarda belə insanlar, o Neandertal deyilən insanların zamanında belə, həmin onlar belə tayfa, qəbilə, icma şəklində ömürlərini sürüblər. Niyə? Çünki bu insanlar hamı fitrətən dərk eləyir ki, mənim ehtiyaclarım var. Mən bu ehtiyaclarımın öhdəsindən tək gəlmək iqtidarında deyiləm. Mən bu istəklərimi tək həyata keçirmək iqtidarında deyiləm. Hamı bunu öz-özlüyündə dərk eləyir. Kim də əksini iddia eləsə, özü nəticəsinin bir növ desək necə olduğunu görəcək. Təkəbbürdən kimsə deyə bilər, mənə heç kim lazım deyil. Amma reallıqda ictimai varlıq olan insan digər ətrafındakı insanlar olmadan ömür sürə bilməz, bütün ehtiyaclarını ödəyə bilməz. O ehtiyaclar bir dəfə maddi olur, o dönəmdə cəmləşib, bir yerdə ov eləyib, qida ehtiyaclarını o cür təmin eləmək üçün icma şəklində yaşamağı özləri üçün labüd bilirdilərsə, bir yerdən sonra həmin maddi ehtiyacların yanına mənəvi ehtiyaclar da daxil olur. Biz mənəvi ehtiyaclarımızı fərdi şəkildə ələ gətirə bilmərik, ödəyə bilmərik. Mən dinimi öyrənməyim üçün kimdənsə təlim almalıyam, öyrənməliyəm. Elm öyrənmək üçün kimdənsə təhsil almalıyam, öyrənməliyəm, təlim görməliyəm. Hər bir kəs bu qəbildən, hər bir toplum bu qəbildən bir-birinə zəncirvarı bağlıdır. Maddi və mənəvi ehtiyaclarını təmin eləyə bilmək üçün, o ehtiyacları asanlaşdırmaq üçün birgə yaşayış insan həyatının olmazsa olmazıdır. Bu fərq eləməz. Hələ bugünkü ağla gəlib çatmayan icma zamanında da belə idi. Yəni, bir növ desək, məişəti paleolit dönəmində deyək, daha o qədim dönəmlərdə də, o dönəmlərdə belə ağlı, indiki ağıl olmayan insan, o da lazımlı bilirdi ki, yox, mənim ətrafımda kimlərsə olmalıdır. Bu gün də cəmiyyətlər, toplumlar dərk eləyir ki, öz toplumunu, öz cəmiyyətini, indi bu toplum birlik, dini birlikdirsə dini birliyi, hər hansısa milli birlikdirsə milli birliyi, fərq etməz. Öz birliyini qoruyub, saxlaya bilməsi üçün ətrafında insanlara ehtiyac var. Allah-u Müteal da həmin insanların bu fitri qanununa, fitri qaydasına uyğun olaraq onları dinin ətrafında cəmlənməyə əmr edir. Buyurur ki, hamılıqla Allahın ipindən yapışın, parçalanmayın. Niyə? Nə önəmi var birgə yaşayışın? Nə önəmi var ki, insanların hamısının qəlbləri bir yerə cəm olmalıdır? Məsələn, Qurani Kərimdə Allah-u Müteal buyurur ki, Allahın sizə olan lütfü sayəsində düşmən olduğunuz halda qəlblərinizi bir yerə cəmlədi. O toplum, o cəmiyyət ki, Peyğəmbər gəlməmişdən öncə biri-biri ilə qırğın eləyirdilər, müharibə şəraitində idilər. Biri-birinə nəyi üstünlük bilirdi? Ölülərinin sayının çoxluğu. Mesela Təkasür surəsində var, Əlhəkumut təkasür hətta zurtumul məqabir. Bu təkəbbür hansı bir həddə çatmışdı ki, qəbir saylarını belə özləri üçün fəxr bilirdilər. Birinin qəbri, ölüsü çox olsaydı başqa qəbilədən, bunu özü üçün iftixar bilirdi. Qəbilənin sayı dirili, örülü götürülürdü. Onunla iftixar edir ki, bizim qəbilə sizin qəbilədən böyük qəbilədir. Belə bir toplumda qəlblər biri-birinə düşmən olduğu halda, ərəb qəbilələri biri-birinin qanını axıtdığı bir zamanda Allah Peyğəmbərə buyurur ki, Allahın sizə olan lütfü sayəsində düşmən olduğunuz halda o düşmənçiliyi qəlblərinizdən çıxardıb sizin qəlblərinizi bir yerə cəmlədi. Allahın insanların qəlblərini cəmləməyinin nə önəmi var idi? Çünki bu dinin ayaq üstə qalmağı üçün cəmiyyətə ehtiyacı var. Bir nəfərlə, 3 nəfərlə, 5 nəfərlə bu ayaqda qalası şey deyildi. Siz İslamın inkişaf mərhələsinə baxın,
hansı mərhələ ilə inkişaf edir? Mədinə dönəmi. Peyğəmbərin Mədinə dönəminin ilk illəri müdafiə döyüşləridir. Bədri olsun, Uhudu olsun. Müşriklər qoşun yığıblar. Hücum eliblər Mədinəyə, Peyğəmbər müdafiə olur. Niyə? Bu gün güc, birlik, ətrafda olan bunu ancaq şey eləyir. Buna imkan verir ancaq. Qorunmağa, müdafiə olunmağa. Amma elə ki, insanlar dəstə-dəstə gəlib Peyğəmbərə qoşulurdu. Elə ki, artıq sayları artırdı müsəlmanların. O birliyin əhatəsi genişlənirdi. Peyğəmbər Əkrəm qorxa-qorxa çıxdığı Məkkə şəhərindən ki, canına xətər gələr. Artıq fəthi üçün Məkkəyə qayıtmışdı. Məkkəni fəth eləmək üçün qoşun gətirilmişdi. Ona görə də istənilən bir məqsədin, hədəfin dini olsun, milli olsun və s. və ilaxır, mədəni olsun, bir birliyin ayaq üstündə qala bilməsi üçün, hədəfə yetişə bilmək üçün insanların birliyi labüddür. Ki, əgər batil birlik üzərində, vəhdət üzərində cəm olsa, haqq pərən-pərən düşsə, nəticə etibarı ilə o batil bu haqqı üstələyəcək. Niyə? Səbəblər bunu göstərir, qaydalar bunu tələb edir. İllakin Allah-u Müteala'dan bir nəsir, bir kömək gələ ki, qeyri-adi, xariqül-adə bir qüvvə ilə hər hansısa bir şey, Həzrəti Musa ilə Fironun qövmündəki kimi. Say etibarı ilə də Firon çox idi, qüdrət də əlində idi. Amma dəryanı yaran Allah idi da, bunun üçün yardı, onu da o dəryada qərq elədi. Hər bir halda batil nə qədər səhvli birlikdə möhkəm olsa, bir hədəfə köklənsə, haqq da nə qədər pərən-pərən düşsə, o batilin haqqa qələbə çalmağı təbiidir, labüddür, bu qaçınılmazdır. Günəş çıxırsa hərarəti var. Günəş çıxırsa yeri aydınladacaq. Bu səbəb varsa, nəticə də ondan ayrılmır. Eləcə də İslam toplumunun, müsəlmanların, dinin ayaq üstə qalmağı üçün bu dinə xidmət eləyən, haqqa xidmət eləyən kəslərin vahid amal və vahid hədəf uğrunda cəmlənməyi, birləşməyi labüddür. Niyə? Allah səbəbini bəyan edir. Parçalanacaqsınız, zəif düşəcəksiniz. Zəif də düşdün, nə edəcəksən? Burada quşa yem olacaqsın. Quran-ı Kərimdə Allah-u Teala buyurur ki: "Və la tenaza'u fetefşalu və tezhebe rihukum." Bir-birinizlə çəkişməyin, mübarizə aparmayın ki, zəifləyib gücünüz, qüdrətiniz əldən getməsin. Başqa bir ayədə buyurur: "İnneməl mu'minun ixvatun fa aslihu beyne axavaykum." Möminlər biri-biri ilə qardaşdılar. Qardaşlarınız arasında sülh yaradın. Niyə? Sülhü nə vaxt yaranırlar? Çəkişmə anında, parçalanma anında, hərə üstü bir dərəyə gedəndə, qəlblər biri-birindən ayrılanda. Allah buyurur ki, o insanlar kimi biri-biri ilə çəkişir, qəlbləri ayrıdır, mübarizəyə qalxırlar, təfriqə, fitnə artıq həyata keçir. Onların arasında zamanında sülh yaradın. Niyə? Quran-ı Kərimdə başqa bir ayədə Allah-u Teala buyurur ki, fitnə qətildən daha şiddətlidir. Parçalanmanın, fitnənin nəticəsi gəlir bir yerdən sonra idarə olunmaz vəziyyətə çıxır. Məsələn, Quran-ı Kərimdə Şura surəsində Allah-u Teala buyurur ki, "Şər'a lakum minəd-din ma vəssa bihi Nuhan vəl-ləzi əvhayna ileyk." Allah-u Teala Nuh'a vəsiyyət etdiyini, tövsiyə elədiyini sizin üçün də nazil eləyib, tövsiyə eləyib. Həmçinin və ma vəssəyna bihi İbrahimə və Musa və İsa, Musaya da, İbrahimə də, İsa'ya da Allahın tövsiyəsi, qanunu buydu. Ən aqimud-din və la tətəfərrəqu fi. Dini bərpa eləyin, dini ayaq üstə saxlayın və parçalanmayın. Çünki dini ərsəyə gətirəndən sonra aydın məsələdir də, ona daş atanlar çoxalacaq, həmlə eləyənlər çoxalacaq, aradan aparmaq istəyənlər çoxalacaq.
onu bina eləyəndən sonra qorumaq da onun qədər əhəmiyyətlidir. Bir şeyi ərsəyə gətirmək nə qədər əhəmiyyətlidirsə, onu qoruyub saxlamaq da bir o qədər əhəmiyyətlidir. Buyurur, biz Nuh'a da, İbrahimə də, Musaya da, İsa'ya da, sənə də vəhy eləmişik, tövsiyə eləmişik, qanun nazil eləmişik. Nədir o? Dini bərpa eləyin və parçalanmayın. Ki, parçalansaz, o bərpa elədiyimiz dini gəlib aradan aparacaqlar, həmlə eləyəcəklər. Başqa bir ayədə buyurur, İnnə hədə sirati müstəqimən. Bu mənim doğru olan yolumdur. Fəttəbi'uhu və la təttəbi'us-subul. Mənim yoluma tabe olun, başqa yollara tabe olmayın ki, fətəfərrəqə bikum an səbili. Onun yolundan azğın yollar sizi ayırmasın. İnsan Allahın dini üzərində sabit olduğu müddətdə ahirətə doğru, cənnətə doğru addımlayır. Amma elə ki, bir dənə görün filan kəslər nə deyir, qoy bir dənə bu dindən maraqlanın, bir dənə filan kəs, bir dənə ondan ağzından çıxan sözdən təsirlənir şübhə ilə, bir dənə filan kəsdən, bir dənə filan kəsdən, bir də görürsən ki, artıq nə din qalıb, nə iman qalıb. Necə fiziki birlik, güc olaraq, qüdrət olaraq insanlar üçün önəmlidirsə, eləcə də zehni, şuur, mənəvi birlikdə insanlar üçün o qədər önəmlidir. Hər deyilən sözün dalınca getmə, hər əlvə keçən kitabı oxuma, hər şeydən təsirlənmə. Bax, gör, dinivi kimdən öyrənirsən, nə oxuyursan, toplumdan, birlikdən ayrılmayın. Çünki yadullahi mə'al cəmaə, Allahın əli, yəni qüdrəti cəmaatla birgədir. Sən öz ehtiyaclarını tək təmin etmək qüdrətində deyilsən. Nə fiziki, maddi baxımdan, nə də mənəvi baxımından. Hər bir halda sənin ən azından bir dərdləşməyə, bir dosta, qardaşa ehtiyacın var. Ailəyə ehtiyacın var. Hər bir halda Həzrət buyurur ki, toplumdan ayrılmayın ki, Allah-ı Teala'nın qüdrəti toplumla birgədir. Allah birliyi sevir, bəyənir, öz lütfünü, qüdrətini, mərhəməti də ora şamil eləyir. Başqa bir kəlamda İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, Mən farəqə cəmaətəl muslimin. Hər kim müsəlmanlardan ayrılsa, öz başına, maraqlanmır ki, kim öldü, kim qaldı. Özü sağdır, salamatdır, ruzusu var, özü üçün yaşayır. Nə heç kimə faydası yoxdur, nə heç kimə zərəri yoxdur. Buyurur ki, hər kim müsəlmanlardan ayrılsa, وَنَّكَسَ صَفْقَةَ الْإِمَامِ və imamının beyətini pozsa, boynunda beyəti olan imamın beyətini pozsa, ki, zamanımızda Həzrəti İmam Zaman ağa, Allahın huzuruna zəlil halda gələr, aciz halda gələr. Ki, sən bu cəmaatdan niyə ayrılmışdın? Sən bu cəmaatdan niyə uzaq düşmüşdün? Niyə bu insanlara fayda vermədin? Və s. və ilaxır. Həzrət buyurur ki, İnnəmə yə'kulu zi'bu minəl qənəm əl-qasiyə. Əmir əl-Müminin əleyhissalam buyurur ki, canavar sürüdən uzaq düşən qoyunu yiyər. Bir nəfər elə desin ki, mən heç kim lazım deyil, özümə bəs eləyirəm, ayrılsın, bir gün qurda quşa yem olacaq. Ya dinini, imanını kimsə oğurlayacaq, yolundan azdıracaq, ya da əgər kiminsə onun maddiyyatında gözü varsa, yenə də onu məhv eləmək onun üçün asandır, nəinki ətrafında dost, qardaş, ailə, qohum, əqrəba olmuş olsun. Bu baxımdan Həzrət buyurur ki, toplumdan uzaq düşən kəs bir gün bəlalara giriftar olub, zəif düşüb, kiminsə ovu, nişanı olaraq məhv olacaq. Həzrət buyurur ki, Peyğəmbər Əkrəm, Mən farəqə cəmaətəl muslimin, hər kim müsəlman cəmiyyətdən ayrılsa, tənhalığı seçib. Fəqəd xələ'ə ribqətəl İslam min unuqih.
İslamın boyunduruğundan çıxardıb atıb. Müsəlman toplumdan, nə müsəlmanların dərdi, səri buna, nə xeyri, şəri buna maraqlı deyil. Özü üçün həyatını yaşayır. Həzrət buyurur ki, soruşdular ki, ya Rasulallah, müsəlman cəmaatdan ayrılmaq deyəndə kimləri nəzərdə tutursan? Bizim müsəlman bildiyimiz insanlar var ki, münafiqdir. Bununla nətər mən bir yerdə olum? Həzrət buyurdu ki, cəmaatu əhlil həq. O toplum ki, o cəmaat ki, onlar haqq əhlidirlər. Hər üzdə özünə müsəlman deyən yox. Onlar ki, haqq əhlidirlər və inqəl, az belə olmuş olsalar. Yəni, haqqı harada tapdın, əhlini harada tapdın, onlardan ayrılma. Onlara fayda ver, onlara zərər vermə, onların içərisində ol, onlardan ayrılma. Niyə? Hər kim bunu eləmiş olsa, Peyğəmbər buyurur ki, elə bir İslamın öhdəliyini boynundan atıb. Sən bu dünyada ancaq Allah qarşısında fərdi vəzifələr daşımırsan ki, fərdi öhdəliklər daşımırsan ki, Allah qarşısında bizim öhdəliklərimizin bir qismi fərdidir, bir qismi ictimaidir. Məsələn, əmr bil məruf ictimai bir əmrdir. Nəhy-əz münkər, insanları yaxşı işə dəvət edib pis işdən çəkindirmək ictimai bir vəzifədir. Yəni, bizdən başqaları ilə bağlı olan vəzifələrdir. Allah dostu ilə dost olub, Allah düşməni ilə düşmən olmaq, Allah yolunda mübarizə aparmaq, cihad. Bunlar toplum tələb eləyən, ikinci bir tərəf tələb eləyən şeylərdir. Namaz Allahın mənə əmridir, mən xəlvətdə bir otaqda, bir səhrada, harada qılsam, bu Allahla mənim aramda olan fərdi bir əmrdir. Onun cəmaat namazının müstəhəbliyi ictimai tərəfidir. Müstəhəbdir də, amma təkid olunmuş müstəhəbdir. Bu baxımdan ictimai varlıq olan insan tənhalığı seçə bilməz. Gərək insan cəmiyyətin içərisində olsun, onlara fayda versin, zərər verməsin. Onlara gələcək zərəri dəf eləsin qüdrəti qədər. Bir dənə də hədis deyim, sözü tamamlayım. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, həmin bu əvvəldə oxuduğumuz ayənin təfsirində وَاَعْتَسِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا hamılıqla Allahın ipindən möhkəm yapışın və parçalanmayın. Bu ayənin təfsirində Həzrət buyurdu. İnna Allah təbarəkə və təala alimə ennəhum seyəftəriqunə bə'də nəbiyyihim. İzzət və cəlal sahibi olan Allah, Allah-u Müteal bildi ki, bu insanlar peyğəmbərlərindən sonra parçalanacaqlar. Peyğəmbər özü xəbərini verməmişdi. Məndən sonra mənim ümməti 73 firqəyə bölünəcək. Onlardan bir dənəsi firqətün naciyədir, nicat tapan, xilas olan. Yerdə qalanlarının hamısı cəhənnəmdədir. Həm şiə, həm sünni mənbələrində keçir bu hədis. Peyğəmbər əvvəlcədən xəbərini vermişdi də, biz Peyğəmbərdən mərhəmətli, Peyğəmbərdən humanist insanlar deyilik ki, duraq, ondan fövqəl nəsə bir iş görək. Bu bilinirdi. İmam Sadiq əleyhissalam buyurur ki, Allah bilirdi ki, bu ümmət, bu toplum Peyğəmbərlərindən sonra parçalanacaqlar. İxtilaf düşəcək bunların arasında. وَيَخْتَلِفُونَ فَنَهَاهُمْ عَنِ التَّفَرُّقِ Ona görə də onları parçalanmadan qadağan elədi. Bu təhlükəni bir növ desək, hələ həyata keçməmiş onlara tanıtdırdı və qadağan elədi ki, bax, Peyğəmbərdən sonra hamılıqla Allahın ipindən möhkəm yapışın, parçalanmayın. Sən başqa bir ayədə buyurur ki, Muhammed ancaq bir peyğəmbərdir. Əgər o ölsə və ya öldürülsə, siz yenidən cahilliyə qayıdacaqsınız. Bu baxımdan İmam əleyhissalam buyurur ki, Allah ki bilirdi, bu insanlar peyğəmbərdən sonra ixtilafa düşəcəklər, parçalanacaqlar. Ona görə bunlara parçalanmanı qadağan elədi. Kəma nəhə mən kanə qəbləhum. Necə ki ondan əvvəlkilərə də Allah-u Müteal qadağan eləmişdi. Hər bir peyğəmbərin qövmünə o peyğəmbərdən sonra
parçalanmanı qadağan eləyib. Ona görə hər bir peyğəmbərin dövründə o peyğəmbərin özünü qəbul eləyəndən sonra böyük müşkillər onların vəsilərində gəlib çıxıb, xəlifələrində gəlib çıxıb. Özlərinlə nə qədər çəkiblər. Xariqul adə möcüzələr və s. və ilaxır. Peyğəmbərliklərini qəbul eləyəndən sonra onlar dünyadan köçəndən sonra vəsilərində artıq həzm eləyə bilmirlər ki, bu getdi özündən sonra kimisə bizim üstümüzə qoydu hakim olaraq. Fəəmərəhum, yaxşı, nə əmr eləmişdi Peyğəmbərə bu ixtilafdan qaçmaq üçün? İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, axı bir mehvər, bir meyar olmalıdır birliyi üzərində. Nə üzərində? Hava üzərində, həvas üzərində birlik olur. Dildə, şuarda gözəldir. Birlik, vəhdət. Hamının arzuladığı şeydir. Amma meyarı nədir bunun? Necə olmalıdır bu? Harada birləşməliyik? Həzrət buyurur ki, o meyarı bizə işarə edir İmam Cəfər Sadiq əleyhissalam. فَأَمَرَهُمْ أَنْ يَجْتَمِعُوا عَلَى وِلَايَةِ آلِ مُحَمَّدٍ اللهم صل على محمد ve Ali Muhammed. Allah ki bilirdi bu peyğəmbərdən sonra bu insanlar parçalanacaq. Onları qoruyurdu ki, təhdid eləyirdi ki, parçalanmayın. Həmin o parçalanmamaq üçün bir dənə mehvər qoydu bunların içərisində. Onlara əmr elədi ki, Peyğəmbər və ali Peyğəmbərə onların vilayətinə tabi olun. Səqəlində Peyğəmbər nə deyirdi? İnni tarikum fikumus səqələyn, kitabullah və itrəti əhli beyti, ma in təməssəktum bihima, lən təzillu bə'di. Mən sizin aranızda kağır əmanət qoyuram. Allahın kitabı və itrətim olan əhli beytim. Əgər onlardan yapışsanız, heç bir zaman zəlalətə düşməyəcəksiniz. فَإِنَّهُمَا يَرِدَا عَلَيَّ الْحَوْزِ. Onunla o ikisi Kovsar hovuzunun kənarında mənə yetişən ilk şeylər olacaq. Onlardan nə qabağa keçin, nə dala qalır. İmam əleyhissalam buyurur ki, Allah bu ümmətə bir vəhdət, bir birlik meyarı qərar verdi ki, bundan yapışın, parçalanmayın. O nə idi? Peyğəmbər və onun əhl-i beytinin vilayəti. Buyurur ki, bu vilayətinin üzərində birləşib onlara parçalanmağı qadağan elədi. Amma təəssüflər olsun ki, insanlar onların vilayətini inkar eləyərək parçalandılar. Günü bu günə qədər də bəlasını çəkirlər. Meyar bəllidir. Peyğəmbər öz kəlamında bəyan edir. Allah öz kitabında bəyan edir. Meyar bəllidir. Nəyin üzərində cəmlənməli olduğun bəllidir. Əgər bu meyar yoxdursa, bu şərtlər cəmlənmirsə, məşrut da ortadan qalxacaq. Allahın verə izzətinə, cəlalına bizləri həqiqi möminlərdən, həqiqi müsəlmanlardan qərar versin. Bizləri Əhl-i Beyt əleyhissalamın xidmətində müvəffəq və müəyyəd olanlardan qərar versin. Allahın verə izzətinə, cəlalına, Əhl-i Beyt əleyhissalamın hörmətinə, qəlblərimizdə olan Əhl-i Beyt məhəbbətini əbədi, daimi, sərmədi qərar versin. Allahın verə izzəti cəlalına bizi dünya və axirət Əhl-i Beyt əleyhissalamdan ayrı salmasın. Bizə Əhl-i Beyt məhəbbəti ilə böyüdən valideynlərimizin dünyadan köçənlərini qəriq rəhmət eləsin. Qalanların ömürlərini bərəkətli eləsin. Hidayət olmamışları hidayət eləsin. Hidayət olmuşların imanını
kamil eləsin. Amin. Allahın verə izzətinə, cəlalına, hər kimin nə müşkülü, dərdi, çətinliyi var, bu cümə gününün hörmətinə öz qüdrət əli ilə tezliklə həll eləsin. Amin. Borcu olanların borcunu əda eləsin. Amin. Müşkül olanların müşküllərini aradan aparsın. Amin. Hacəti olanların hacətini rəva eləsin. Amin. Bu Rəzəb ayının mübarək günlərinin hörmətinə bizləri Rəzəbdə, Şəbanda, Ramazanda müvəffəq olanlardan qərar versin. Amin. Bu günləri bizim üçün bərəkətli qərar versin. Amin. Ruzumuzu bol, bərəkətli, halaldan qərar versin. Amin. Allah möminləri namərd insanlara möhtac eləməsin. Amin. Allah bizə rəhm etməyənləri bizə müsəllət eləməsin. Amin. Allaha and verək izzətinə, cəlalına, barəmizdə xeyirli nə varsa bizim üçün qərar versin. Amin. Zərərli olan nə varsa şərrini bizlərdən dəf eləsin. Amin. Allah bu dinin yükünü çiyinlərində daşıyan alimlərimizin dünyadan köçənlərini qəriq rəhmət eləsin. Amin. Qalanlarının ömürlərini bərəkətli eləsin. Amin. Allahın verə izzətinə, cəlalına, onları şeytanın, nəfs-i əmmarənin, düşmənin şərrindən amanda qərar versin. Amin. O elm tələbələri kimi Əhl-i Beyt məarifini öyrənirlər və öyrədirlər. Allah onları yerin göyün bəlasından hifz eləsin. Elmdə, salih əməldə müvəffəq eləsin. Allahın verək izzətinə, cəlalına, dünyanın hər yerindəkini müsəlmanların izzətini qoruyurlar, namusunu qoruyurlar. Bu yolda öz canlarını, mallarını fəda eləyənlər var. Allah onların dünyadan köçənlərini qəriq rəhmət eləsin. İmam Hüseyin əleyhissalamla məşhur və məhşur eləsin. Allahın verə izzəti cəlalına vətənimizin sərhədlərini qoruyan əskərlərimizi sağ-salim ailələrinə qayıtmaqlarını təmin eləsin. Onları düşmənin şərrindən amanda qərar versin. Şəhidlərimizi İmam Hüseyin əleyhissalamla məşhur və məhşur eləsin. Yaralılarımıza acil şəfa inayət eləsin. Allahın verə izzəti cəlalına zamanəmizin ağası, mövlamız, sahibimiz Həzrəti İmam Zaman Əccalallahu Teala Fərəcəhü Şərifin zuhurunda təcil eləsin. O ağanın zuhuru ilə yer üzərində ədaləti bərqərar eləsin. Bizi o Həzrətin xidmətində müvəffəq və müəyyəd olanlardan qərar versin. Peyğəmbər və ali Peyğəmbərə